Hörmətli müştərilər, sizi Arçı mağazasından salamlayıram. Bu günləri sizlə fikrimi bölüşmək istəyirəm. Doğan ruçkaları bilirsiniz ki, Azərbaycanda həm də Arçı mağazasında Doğan əmtər nişanının tək satış ünvanıdır. Bir dənə diqqətlə bax bura. Müştərilər çox vaxtı bazarda alladırlar. Cürbəcür hərflərini dəyişirlər. Diqqətlə baxız bura. Bu günləri Doğanın ən lüks qapı qolları haqqında sizə məlumat vermək istəyirəm. Bunu buradan apar yavaş-yavaş. Bu modelin üstün cəhətləri başqa modellərdən fərqi ondadır ki, bunlar latun materialından istifadə olunur bu ruçkalarda. Həm də bizə çox müraciət edirlər ki, həm otaq qapısı, həm giriş qapısının qapı qolları eyni olsun deyə dizaynlər üstünlüyü verirlər. Biraz diqqətlə belə götür ki, müştərilər görsünlər. Otağa çox populyar, yəni heç vaxtı dəbdən düşməyən qapı ruçkasıdır. Bunu həm də giriş qapısında da istifadə, iki tərəfli ruçka kimi də istifadə eləmək olur. Bunun üstün cəhəti ondan ibarət ki, müştərilər diqqətlə baxız. Ara məsafəsi standartdan çoxdur, yəni böyüdür. Qapıda hər hansı bir naxış olanda qapı o naxışa dəymir. Eksklüziv bir modeldir. Düzdür, bu model başqa fabriklərdə də istehsal olur. Heç birində Doğan qədər məsafə böyük deyil. Buna diqqətlə baxız. Məsafəsi çox böyüdür. Yəni klassik risunkalı dəmir qapılarında, giriş qapılarında rahat istifadə eləmək olur. Ən populyar, dünyada tanınmış modellərdən biridir. Demək olar ki, Doğan fabrikinin şah əsəridir. Keçirəm ikinci qapı modelinə, qapı dəstəyi modelinə. Bunun da komplekt olaraq həm giriş qapılarında, həm otaq qapılarında istifadə eləmək olur. Çünki bunun da iki tərəfli ruçkası komplekt olaraq həm vertikalni, həm horizontalni vura bilərsiniz. Həm otaq qapılarına, həm giriş qapılarına eyni model kimi istifadə eləmək olur. Hörmətli müştərilər, Doğan ruçkaları haqqında danışanda sizin nəzərinizə çatdırmaq istəyirəm ki, qapıdakı otaq qapılarında və yaxud giriş qapısında bu qapı dəstəkləri bir-birinə bağlanmayanda uşaqlar adi hallarda qapıdan sallananda bunlar yerindən tez çıxırlar. Ona görə yeganə bəlkə də fabrikadır ki, həm Doğan, həm Arçı kilitlərin içində skvoznoy deyilən bir şurup, yəni o tərəfdən